kəndli bir dana kəsəcək, bir qazel çağırır. Qoyur qazelə. Qazelə verir 50 manat. Qazel bunu apar, kəsimxana harada kəs. Sonra başqa bir maşın gətirməlidir. Təmiz soyuduculu olmalıdır, standartlara cavab verməlidir. Yoxsa akta tutub cərimə eləyəcək. Filan. Bu ət yığılmalıdır. Ora təzdən o götürməlidir. Kənddəki yerinə kəndçiyə satmalıdır. Və ət niyə bahadır? Biz kənddə Avropa standartı istəyirik. Bu şərtlərdir. Gəlin bunu alsın. Ət üzr istəyirəm. Buyurun. Ətin qiymətini qaldıran amillər var ki, biz onu görməməzlikdən gəlirik. Əgər bir 100 kiloluq mənim danamda 120 manat mən daşımacılıq hərdi çəkirəmsə, deməli, orada 1 manat artdı. Baytarlığa pul verdim, kəsimxanaya pul ödəməsin, o baytarlığa getmir. Kəsimxananın xərci. Deyir ki, mən də burada qoymuşum 20 manat. Orada da insarçılıq var. Bir dənə, iki dənə yer təsdiq olubdur. Böyük şəhərlərdə. Başqa yerə deyil. Hamı gətirməli. Yəni bütün o xərclər avtomatik olaraq ətin qiymətinə təsir edir. Təsirdə və nəfs etibarı vətəndaşa. Buyurun. Yüzbəyin əlavələri var, buyurun. Mənim. Abşeron üçün neçə kəsimxana var? Bakıda Abşeronda... Abşeron, tək Abşeron. Bax, Xırdalanda. Bakı ilə... Xırdalanda. Xırdalan ikinci böyük yaşayışı olan şəhərdir. Neçə kəsimxana? Abşeron yarımadasında 20 kəsimxana fəaliyyət göstərir. Yox, Xırdalan ərazisində var. Siz dediniz Mehdabadda var. Yox, Məhəmməddə var. Xırdalanın özündə Zəhmət Ruzi var. Zəhmət Ruzi özü... Yox, özü, o sənə qoymur. Yox, kəsim müəssisəsi var orada. Yox, mənim bax, çox üzr istəyirəm. Orada ən azı 1 milyona yaxın əhalidən söhbət gedir orada. Tamamilə doğrudur. Və siz 1 milyon əhalinin gündəlik ət tələbatını hesablayın. O halal Zəhmət Ruzi deyirsiniz. Oraya heç o malı yıxsan sığdırmaq olmaz. Bir də o kəsməyəcək başqası üçün. Onun özünün böyük müəssisəsi var. Düşünün, bir dənə Qurtuluş 93 yaşayış kompleksində 8 dənə qəssabxana var. Nə qədər də insan yaşayır. O əti necə gətirib? Biz buna çözüb... Nə təklif eləyirsiniz? Mən təklifim nədir? Təklif olar bir vətəndaş kimi deyirəm bunu. İnsan sayına görə kəsimxanalar təyin olunmalı. Yox, bilirsiniz nə təbii? Bugün Bakı 5 milyon... Özəl sektor eləməlidir bunu. Özəl sektor eləməlidir. Amma elə xahiş eləyirdik. Qida Təhlükəsizlik Agentliyinin vəzifəsi, metodik köməklik göstərməkdir. Mən bugünkündə gedim, deyim, kəsimxana açsın. Əziz qonaqlar, gəlin bir-birimizi dinləyək. Siz deyirsiniz ki, kəsim yerlərinin sayı artmalıdır. Qalib müəllim deyir ki, bunu özəl sektor etməlidir.